Muzlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamənin hesabatının hüquqi şəxslər üzrə tərtib edilməsi və göndərilməsi barədə video təlimat. Muzlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə hüquqi şəxslər, vergi ödəyiciləri tərəfindən uçotda olduqları vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-sindən gec olmayaraq təqdim edilməlidir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes Govas portalına daxil olmaq lazımdır. New e-Taxes Gova asan imza və yaxud Sima token gücləndirilmiş elektron imzalardan istifadə etməklə daxil olmaq lazımdır. Elektron kabinetə daxil olan istifadəçi ilk növbədə açılan pəncərədən bəyannamələr modulunu seçir. Sonra istifadəçi sistemin menyusundan yeni bəyannamə bölməsinə keçid edir və bu pəncərədə bəyannamənin adı, tərtib edildiyi dövr və növü seçilir. Vergi adı sətrində təqdim olunan bəyannamənin adı siyahıdan seçilir. Dövr sətrində isə bəyannamənin aid olduğu hesabat dövrü seçilir. Qeyd: Bu bölmə üzərindən bəyannamənin göndərilməsi yalnız 2025-ci ilin 2-ci rübü və ondan sonraki hesabat dövrləri üçün nəzərdə tutulub. Bəyannamənin növü sətrində 5 seçim var. Əgər hesabat dövrü üçün ilkin bəyannamə göndərilərsə, o halda cari bəyannamə seçilməlidir. Daha sonra davam et düyməsi sıxılır. Bölmə 1. Ümumi məlumat. Açılan pəncərədə ilk olaraq ümumi məlumat bölməsi doldurulur. Vergi ödəyicisi rüb ərzində fəaliyyəti olmadıqda bəyan ediləcək məlumatım yoxdur xanasına işarə qoyaraq bəyannaməni təqdim edə bilər. Ümumi məlumat bölməsində vergi orqanının adı, vövnü, vergi ödəyicisinin tam adı və əsas fəaliyyət növü barədə məlumatlar sistem tərəfindən avtomatik əks olunur. Vergi ödəyicisi əlaqə hissəsində onunla əlaqə yaratmaq üçün mobil və ya stasionar telefon nömrələrini əlavə et düyməsi vasitəsilə əlavə edə və sil düyməsi ilə əlavə edilmiş nömrələri silə bilər. Fəaliyyət növünün kodu bəndinin sığorta məqsədləri üzrə sətri, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növlərini əhatə edir. Burada sığorta edənlər tərəfindən məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün kodu seçildikdə, eyni zamanda icbari tibbi və işsizlikdən sığorta məqsədləri üzrə fəaliyyət növlərinin kodları da avtomatik seçilmiş sayılır. Bununla yanaşı, muzlu işçisi olan sığorta edənlər daha bir neçə məlumatı daxil etməlidirlər. Ümumi iş günlərinin sayı sətrində işçilərin hər ay üzrə işləməli olduğu iş günlərinin sayı qeyd olunur. Bölmənin vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupu sətrində vergi ödəyicisinin fəaliyyəti üzrə öhdəliyinin müəyyən olunması üçün vergi məcəlləsinin 101.1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri və ya vergi məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri bəndlərindən birini seçir. Vergi ödəyicisinin fəaliyyət sahəsinin neft-qaz, dövlət və ya qeyri-dövlət sektoruna aid edilməsi hər ay üçün ayrıca qeyd olunmalıdır. Vergi ödəyicisinin qrupu sətrində vergi ödəyicisinin fəaliyyət qrupunun dəqiqləşdirilməsi məqsədi daşıyan bənd seçilir. Texnologiyalar parkı üzrə məlumatlar sətri vergi ödəyicisinin texnologiyalar parkının rezidenti, onun podratçısı və ya podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçısı olması halında doldurulur. Bundan sonra irəli düyməsi sıxılmaqla növbəti pəncərəyə keçid edilir. Hesabatın doldurulması üçün ikinci bölmə, işçilər, sığorta olunanlar üzrə məlumat bölməsidir. Bu bölmə 4 hissədən ibarətdir. İşçi barədə məlumatları daxil etmək üçün bölmənin muzlu işə aid olan fəaliyyətlər üzrə adlanan hissəsində əlavə et düyməsi sıxılır.
Açılan pəncərədə işçilərin, sığorta olunanların fini daxil edilir və axtar düyməsi sıxılır. İşçinin soyadı, adı, atasının adı, fini və doğum tarixi üzrə məlumatları sistem tərəfindən avtomatik əlavə edilir. Bu zaman ekranda 5 yeni alt hissə əks olunur. Həmin hissələrdə işçi üzrə müvafiq məlumatların daxil edilməsi tələb olunur. İşçilərin, sığorta olunanların muzlu işlə əlaqədar məlumatları alt hissəsində aylar üzrə ayrı-ayrılıqda işçilərin əsas iş yeri barədə məlumat, faktiki iş günlərinin sayı, hesablanmış əmək haqqı və digər gəlirləri, o cümlədən əmək haqqının tərkibinə daxil olmayan gəlirlər və həyatın yığım sığortasına cəlb olunmuş məbləğlər daxil edilir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləği sətrində məlumatlar hissə 2 doldurulduqdan sonra sistem tərəfindən avtomatik qeyd olunur. Muzlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə alt hissədə aylar üzrə ayrı-ayrılıqda işçilər, sığorta olunanlar üzrə azad olunan və güzəşt verilən cəmi gəlirin məbləği göstərilir. Bu sətr üzrə göstəricilərə hissə 2-də qeyd edilmiş vergiyə cəlb olunmayan kompensasiya məbləği də əlavə edilməlidir. Vergiyə cəlb edilən gəlirin məbləği sətrində gəlirdən azad olma və güzəştlər çıxıldıqdan sonra qalan məbləğ avtomatik qeyd olunur. Vergi məbləği sətrində isə işçilərin vergiyə cəlb edilən gəlirlərinə uyğun olaraq vergi məbləği sistem tərəfindən avtomatik hesablanır. Məcburi dövlət sosial sığorta haqqı üzrə alt hissədə aylar üzrə ayrı-ayrılıqda məcburi dövlət sosial sığorta haqqına cəlb olunmayan cəmi məbləğlər və sığorta edənin vəsaiti hesabına işçilərin həyatın yığım sığortası üzrə müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda həyatın yığım sığortasına cəlb olunmuş məbləğə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqqları doldurulur. Bu sətr üzrə göstəricilərə hissə 2-də qeyd edilmiş məcburi dövlət sosial sığorta haqqına cəlb olunmayan kompensasiya məbləği də əlavə edilməlidir. Qalan digər göstəricilər məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirlər, sığorta edənin hesabına işçilərin əmək haqqı və digər gəlirlərinə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləğlərinə nisbətdə sığorta edənin hesabına hesablanmış məcburi dövlət sosial sığorta haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləğlərinə nisbətdə sığorta olunanın hesabına hesablanmış məcburi dövlət sosial sığorta haqqı sistem tərəfindən avtomatik qeyd olunur. İşsizlikdən sığorta haqqı üzrə alt hissədə aylar üzrə ayrı-ayrılıqda işsizlikdən sığorta haqqına cəlb olunmayan cəmi məbləğlər daxil edilir. Digər göstəricilər işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlər, sığorta edənin hesabına əməyin ödənişinə nisbətdə hesablanmış işsizlikdən sığorta haqqı və sığorta olunanın hesabına hesablanmış işsizlikdən sığortaya cəlb olunan gəlirlərə nisbətdə hesablanmış işsizlikdən sığorta haqqı sistem tərəfindən avtomatik hesablanır. İcbari tibbi sığorta haqqı üzrə alt hissədə aylar üzrə ayrı-ayrılıqda icbari tibbi sığorta haqqına cəlb olunmayan cəmi məbləğlər daxil edilir. Bu sətr üzrə göstəricilərə hissə 2-də qeyd edilmiş icbari tibbi sığortaya cəlb olunmayan kompensasiya məbləği də əlavə edilməlidir. İcbari tibbi sığorta haqqına cəlb edilən gəlirlər, sığorta edənin hesabına əməyin ödənişinə nisbətdə hesablanmış icbari tibbi sığorta haqqı və sığorta olunanın hesabına hesablanmış icbari tibbi sığortaya cəlb olunan gəlirlərə nisbətdə hesablanmış icbari tibbi sığorta haqqı sistem tərəfindən avtomatik hesablanır. Məlumatlar daxil edildikdən sonra yadda saxla düyməsi sıxılır. Qeyd: İşçilər barədə məlumatları Excel formatında siyahı şəklində hazırlayıb sistemə yükləmək imkanı var. Excel variantında cədvəllərin tərtib edilməsi qaydası ilə bağlı nümunəvi fayl səhifədə yerləşdirilib.
Hesabat dövründə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya məbləği hissəsində müvafiq gəliri olan işçi olduqda əlavə et düyməsi sıxılır. Açılan pəncərədə işçilərin, sığorta olunanların fini daxil edilir və axtar düyməsi sıxılır. İşçinin soyadı, adı, fini və doğum tarixi üzrə məlumatları sistem tərəfindən avtomatik əlavə edilir. İl sütununda kompensasiyanın aid olduğu ili seçmək lazımdır. Bundan sonra kompensasiya məbləği sətrində işçilərin, sığorta olunanların cari və əvvəlki illərdə istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləğləri onların ödənildiyi ay üzrə daxil edilir. Muzlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergiyə cəlb olunmayan kompensasiya məbləği, məcburi dövlət sosial sığorta haqqında cəlb olunmayan kompensasiya məbləği və icbari tibbi sığorta haqqında cəlb olunmayan kompensasiya məbləği sütunlarında vergiyə və sosial sığorta haqlarına cəlb edilməyən müvafiq kompensasiya məbləğləri qeyd olunur. Məlumatlar daxil edildikdən sonra yadda saxla düyməsi sıxılır. İşçinin işləmədiyi iş günləri haqqında məlumat adlanan 3-cü hissə vergi məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən doldurulur. Bu hissədə işçilərin faktiki iş günlərinin sayı vergi ödəyicisinin ümumi iş günlərinin sayından az olduqda həmin fərq üzrə məlumatlar qeyd edilir. Bunun üçün əlavə et düyməsi sıxılır. Açılan pəncərədə işçinin, sığorta olunanın fini daxil edilir və axtar düyməsi sıxılır. İşçinin soyadı, adı, atasının adı, fini və doğum tarixi üzrə məlumatları sistem tərəfindən avtomatik əlavə edilir. Bu hissəyə daxil edilən işçi, işçilər, sığorta olunanlar üzrə ümumi məlumat, muzlu işə aid olan fəaliyyət üzrə hissədə mütləq qeyd olunmalıdır. İşçinin işləmədiyi iş günlərinin səbəbi sütununda bir nəfər üzrə müvafiq səbəb yalnız bir dəfə daxil edilə bilər. Sonra yadda düyməsi sıxılır. SSN-i və ya fini mövcud olmayan xarici əməkdaşlar, muzlu işdən gəlir əldə edənlər barədə məlumat adlanan 4-cü hissədə əlavə et düyməsi sıxılır. Açılan pəncərədə xarici əməkdaşlar barədə şəxsi məlumatlar alt hissəsində xarici əməkdaşın soyadı, adı və atasının adı, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin fini mövcud olduqda, vətəndaş olduğu ölkənin pasport seriyası və nömrəsi və vətəndaşı olduğu yer sətirlərində əcnəbi əməkdaşlar barədə şəxsi məlumatlar daxil edilir. Muzlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə məlumat hissəsində isə vergi ödəyicisi tərəfindən hesabat dövrünün ayları üzrə əcnəbi fiziki şəxslərin əmək haqqı və digər gəlirləri, həmçinin vergiyə cəlb edilən gəlirlərin məbləği manat və ya valyuta ifadəsində qeyd olunur. Bu gəlirlərə görə hesablanmış vergi məbləği avtomatik şəkildə əks olunur və sistem tərəfindən rüblük göstərici hesablanır. Sonda yadda saxla düyməsi sıxılır. Daha sonra irəli düyməsi sıxılır və hesabatın doldurulması üçün 3-cü bölmə işçilərin muzlu işə cəlb olunmayan gəlirləri barədə məlumat bölməsinə keçid edilir. İşçilərin muzlu işə cəlb olunmayan gəlirləri barədə məlumat adlı yeni 4 nömrəli əlavə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta adlı 4 hissədən ibarətdir. Əlavənin vergi hissəsində gəlir vergisi üzrə güzəşt və azadolmalar barədə məlumatın əlavə edilməsi alt hissəsində əlavə et düyməsi sıxılır. Açılan pəncərədə vergi məcəlləsinə əsasən işçilər üzrə azadolma və güzəşt hüququnun verildiyi maddələr seçilir. İşçilərin sayı nəfərlə sətrində seçilmiş maddə üzrə güzəşt və ya azad olma hüququ olan işçilərin sayı, gəlir vergisindən azad olunan məbləğ sətrində isə işçilərin, sığorta olunanların güzəşt əldə etdiyi gəlirləri aylar üzrə ayrı-ayrılıqda daxil edilir. Məlumatlar daxil edildikdən sonra yadda saxla düyməsi sıxılır. Əlavənin məcburi dövlət sosial sığorta hissəsində məcburi dövlət sosial sığorta haqqına cəlb olunmayan gəlirlər barədə məlumat adlanan alt hissədə əlavə et düyməsi sıxılır. Açılan pəncərədə sosial sığorta haqqında qanuna əsasən işçilərin məcburi dövlət sosial sığorta haqqına cəlb edilməyən gəlirləri üzrə maddələr seçilir.
İşçilərin sayı nəfərlə sətrində, işçilərin sayı cəlb olunmayan gəlirlər sətrində isə işçilərin məcburi dövlət sosial sığorta haqqına cəlb edilməyən gəlirləri aylar üzrə ayrı-ayrılıqda daxil edilir. Məlumatlar daxil edildikdən sonra yadda saxla düyməsi sıxılır. Əlavənin işsizlikdən sığorta hissəsində işsizlikdən sığorta haqqına cəlb olunmayan gəlirlər barədə məlumatın əlavə edilməsi adlanan alt hissədə əlavə et düyməsi sıxılır. Açılan pəncərədə işsizlikdən sığorta haqqında qanuna əsasən işçilərin işsizlikdən sığorta haqqına cəlb edilməyən gəlirləri üzrə maddələr seçilir. İşçilərin sayı nəfərlə sətrində, işçilərin sayı cəlb olunmayan gəlirlər sətrində isə işçilərin işsizlikdən sığorta haqqına cəlb olunmayan gəlirləri aylar üzrə ayrı-ayrılıqda daxil edilir. Məlumatlar daxil edildikdən sonra yadda saxla düyməsi sıxılır. Əlavənin icbari tibbi sığorta hissəsində icbari tibbi sığorta haqqına cəlb olunmayan gəlirlər barədə məlumatın əlavə edilməsi adlanan alt hissədə əlavə et düyməsi sıxılır. Açılan pəncərədə tibbi sığorta haqqında qanuna əsasən işçilərin icbari tibbi sığorta haqqına cəlb edilməyən gəlirləri üzrə maddələr seçilir. İşçilərin sayı nəfərlə sətrində, işçilərin sayı cəlb olunmayan gəlirlər sətrində isə işçilərin icbari tibbi sığorta haqqına cəlb olunmayan gəlirləri aylar üzrə ayrı-ayrılıqda daxil edilir. Məlumatlar daxil edildikdən sonra yadda saxla düyməsi sıxılır. Qeyd: bu bölmələr üzrə müvafiq güzəşt və ya azad olma maddələri yalnız bir dəfə seçilə bilər. Sonda irəli düyməsi sıxılır və hesabatın doldurulması üçün 4-cü bölməyə əsas hissə bölməsinə keçid edilir. Əsas hissə bölməsi 4 alt bölmədən ibarətdir. Muzlu işdən gəlir əldə edən işçilərin sayı və gəlirləri barədə məlumat alt bölməsi 3 hissədən ibarətdir. İşçilərin sayı hissəsi, işçilərin ümumi sayı və faktiki işə cəlb olunan işçilərin ümumi sayı adlanan sətirlərə bölünüb. İşçilərin ümumi sayı sətrində rüb ərzində fəaliyyətin olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi ilə əmək müqaviləsi bağlanmış və hesabat dövrü başlayana qədər həmin müqaviləyə xitam verilməmiş işçilərin sayı hər ay üzrə ayrılıqda göstərilir. Faktiki işə cəlb olunan işçilərin ümumi sayı sətrində rüb ərzində faktiki olaraq muzlu işlə əlaqədar gəlir əldə edən işçilərin sayı hər ay üzrə ayrılıqda göstərilir və bu məlumatlar sistem tərəfindən avtomatik doldurulur. Gəlirlər və vergilər üzrə güzəşt və azad olmalar, eləcə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilməyən gəlirlər hissələri sistem tərəfindən avtomatik doldurulur. Həmçinin növbəti 3 alt bölmənin muzlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanması, muzlu işə dair məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə cəlb edilən gəlirlər və hesablamalar və məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə muzlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığorta olunanlar barədə məlumat sistem tərəfindən avtomatik doldurulur. Bəyannamənin göndərilməsi üçün aktivləşən təsdiq et düyməsi sıxılmaqla müvafiq bəyannamə forması imzalanır və göndərilir. Qaralamada saxlanması və daha sonra göndərilməsi üçün isə qaralamada saxla düyməsi sıxılır. Bu zaman ekranda məlumatlar qaralamada saxlanıldı məzmunlu mesaj əks olunur. Əgər bəyannaməni yekunlaşdırmadan saxlamağa ehtiyac yaranarsa və istifadəçi siyahıya qayıt düyməsi vasitəsilə geri qayıtmaq istəyərsə, bəyannaməni qaralama kimi saxlamaq istəyirsiniz məzmunlu mesaj ekranda görünəcək. Qaralama kimi yadda saxla düyməsi sıxılmaqla bəyannaməni qaralamalar bölməsinə keçirmək olar. Təsdiq et düyməsi sıxıldıqdan sonra ekranda bəyannamənin təsdiq prosesi başladıldı mesajı ekranda əks olunur. Əməliyyat uğurlu olarsa bəyannamə işlənildi mesajı gəlir və istifadəçi qəbul düyməsini sıxır. İstifadəçi tərəfindən göndərilən bəyannamə forması onun bəyannamələr modulunda əks olunur. Bu hissədə bəyannamənin statusu, təqdim olunan barədə məlumat qeyd edilir və bəyannamə təsdiq olunduqdan sonra təsdiqlənmiş statusuna keçir.